Doktor Livingstone sizsiniz, deyə soruşur. Söhbət 1871-ci ildə baş verən məzəli bir hadisədən gedir. Məşhur İngilis səyyah David Livingstone Afrikanın cəngəlliklərində itkin düşür. Hamı onun öldüyünü düşünür. Amma bir jurnalist onu tapmaq üçün cəhənnəm kimi əzablı bir yola çıxır. Henry Stanley adlı bu jurnalist aylarla xəstəlik, aclıq və ölüm təhlükəsi keçirib, axır ki, ucqar bir kəndə gəlib çıxır. Orada uzaqdan saqqallı və ən əsası ağdərili bir adam görür. Məntiqən bu qədər əzab-əziyyətdən sonra qaçıb adamın boynuna sarılmalıydı. Amma o, tam bir İngilis soyuqqanlılığı nümayiş etdirir. Yaxınlaşır, ayaq saxlayır və bütün dünyanın öldü bildiyi o adamı düz qarşısında görəndə həyəcandan qışqırmaq əvəzinə, sanki küçədə qonşusunu görürmüş kimi əlini uzadıb